Azərbaycanda ən az məscid olan 10 rayon hansılardır? Azərbaycanda bir neçə rayonda sadəcə bir məscid olduğunu bilirdinizmi? Niyə ölkəmizdə məscid sayı azdır? Ölkəmizdə əhalinin böyük əksəriyyəti İslam dininə mənsubdur. Maraqlıdır, müsəlmanların ibadətgah yeri olan məscidlər hansı bölgələrimizdə daha çox, hansı bölgələrdə isə daha azdır? Yerin Qulağı kanalı bu dəfə ölkəmizdə ən az məscid olan 10 rayonu araşdırıb. Azərbaycanda təxminən 2253 məscid var. Onlardan da təxminən 1500-ü gündəlik fəaliyyət göstərir. Digərləri bəzən fəaliyyət göstərir və ya sadəcə qeydiyyatdadır. Bu isə aşağı göstəricidir. Məsələn, qardaş Türkiyədə 80 min məscid var. Almaniya, Fransa, Bosniya-Hersegovina, Böyük Britaniya, İtaliya, İspaniya, Niderland və Avstriyada ümumilikdə 10 mindən çox məscid var. Ölkə daxilində də bölgü fərqlidir. Elə rayonlarımız var ki, hətta bir məscid var. Bəs bu rayonlar hansılardır? Budur Azərbaycanda ən az məscid olan 10 rayon. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. 10-cu yerdə Qax rayonu gəlir. Qax şimal-qərb bölgəsində yerləşir və etnik, dini müxtəlifliklə seçilir. Bir şəhər və 58 kənd var. Əhalisi təxminən 57 min nəfərdir. Burada Azərbaycanlılarla yanaşı İngiloylar, Avarlar və digər icmalar yaşayır. Əhalinin 13,98%-ni İngiloylar təşkil edir. Rayonun bir hissəsinə xristian irsi də güclüdür. Qaxda cəmi 11 məscid var. Onlardan da bəziləri daimi fəaliyyət göstərmir. 11 məscid say olaraq az görünə bilər, amma rayonun coğrafiyası dağlıqdır və əhali kəndlər üzrə dağınıq yerləşib. Qaxda dini həyat daha çox kənd icmaları səviyyəsində formalaşıb. 9-cu yer Tovuz rayonu. Tovuz qərb bölgəsinin böyük rayonlarından biridir. Əhali sayı təxminən 175 min nəfər təşkil edir. 102 kəndi var. Tovuz ölkəmizdə ən çox spirtli içki içilən rayonlardan biridir. Rayonda cəmi 7 məscid fəaliyyət göstərir. Əhali sayını nəzərə alsaq, bu çox aşağı saydır. Tovuz rayonunun etnik tərkibi əsasən Azərbaycan türklərindən ibarətdir. Təxminən 99,8%. Burada dini həyat mövcuddur, amma region daha çox kənd təsərrüfatı və sosial-ictimai strukturlarla tanınır. Sovet dövrünün təsiri və sonrakı urbanizasiya dini infrastrukturun artım tempinə təsir edib. 8-ci yer Qazax rayonu gəlir. Qazax ziyalı ənənəsi ilə tanınır. Tarixən maarifçili ruhu güclü olub. Bu faktor bəzi tədqiqatçılar tərəfindən dini institutların sayına təsir edən amillərdən biri kimi göstərilir. Əhalisi 100 min nəfərə yaxındır. 34 kəndi var. Qazax da Tovuz kimi ölkəmizdə ən çox spirtli içki içilən rayonlardan biridir. Rayonda cəmi 7 məscid fəaliyyət göstərir. Əhali sayına nəzərə alsaq, bu çox aşağı saydır. Əhalinin böyük əksəriyyəti Azərbaycanlılardan ibarətdir. 99,8%. 7-ci yer Tərtər rayonu. Uzun illər münaqişə zonasına yerləşməsi Tərtərin infrastruktur inkişafına təsir edib. Bərpa və yenidən qurma prosesi hələ də davam edir. Əhalisi 105 min nəfər təşkil edir. Tərtərdə də 7 məscid var. Əhali sayına görə bu da çox aşağı göstəricidir. Məscidlərin sayı burada daha çox kənd mərkəzləri üzrə cəmlənib. 74 kəndi var. Əhali əsasən Azərbaycanlılardan ibarətdir. Digər etnik qruplar çox azdır və statistika ayrı-ayrı qeyd olunmur. 6-cı yerdə Gədəbəy rayonu gəlir. Ölkəmizin ən gəzməli rayonlarından biridir Gədəbəy. Təbiəti çox gözəl və havası təmiz. Əhalisi 100 min nəfərə yaxındır. 108 kəndi var. Rayonda cəmi 6 məscid var. Əhali sayı nəzərə alsaq, bu çox aşağı göstəricidir. Dağlıq və sərt relyefli rayondur. Əhalinin əksəriyyəti kəndlərdə yaşayır. Belə coğrafiyada dini obyektlərin sayı avtomatik olaraq azalır. Burada dini həyat daha çox lokal icma səviyyəsində formalaşır. Gədəbəy rayonu Azərbaycanın qərb hissəsində Kiçik Qafqaz dağlarının orta və yüksək ərazi hissələrində yerləşir. Bu rayon həm tarixi, həm də təbii mənzərə baxımından fərqlənir. 5-ci yer Göygöl rayonu. Tarixən Alman koloniyası ilə tanınan Göygöl multikultural keçmişə malikdir. Bu da dini arxitekturanın müxtəlifliyinə təsir göstərib. Əhalisi 65 min nəfərə yaxındır. Göygöl rayonunun inzibati tərkibində bir şəhər, 6 qəsəbə və 38 kənd yaşayış məntəqəsi yerləşir. Cəmi 5 məscid fəaliyyət göstərir. Əhali sayına görə bu da aşağı rəqəmdir. Rayonda məscid sayı azdır, amma regionun dini mədəni müxtəlifliyi diqqət çəkir. Rayon demoqrafik baxımdan əsasən Azərbaycanlılardan ibarətdir. Az sayda ruslar da yaşayır. 4-cü yerdə Siyəzən rayonu gəlir. Siyəzən rayonu Azərbaycanın şimal-şərq hissəsində Samur Dəvəçi ovalığında yerləşir. Kiçik əhali və sənaye yönümlü struktur Siyəzəndə dini infrastruktur miqyasına təsir göstərib. Əhalisi 50 min nəfərə yaxındır, 32 kəndi var. Cəmi 5 məscid fəaliyyət göstərir.
Bakı-Sumqayıt zonasının yaxınlıq da dini mərkəzləşməni paytaxta doğru yönəldir. Siyəzən şəhəri paytaxtdan təxminən 100 km şimalda yerləşir və Şabran, Xızı rayonları ilə qonşudur. Şərqdə isə Xəzər dənizi ilə həmsərhəddir. Əhali strukturunda əsasən çoxluq Azərbaycanlılardır. Ləzgilər, ruslar, türklər, tatarlar, ukraynalılar və digər az saylı qruplar kiçik faizlə mövcuddur. Üçüncü yer Ağstafa rayonu. Gəncə Qazax iqtisadi rayonunda yerləşir. Əhalisi 90 min nəfərə yaxındır. Məscid sayısı çox azdır. Cəmi 5 məscid var. Ağstafa rayonunun inzibati tərkibində bir şəhər, 9 qəsəbə və 29 kənd yaşayış məntəqəsi mövcuddur. Sərhəd rayonu olan Ağstafa tarixən strateji mövqedə olub. Dini obyektlərin sayı əhali artımı ilə paralel inkişaf etməyib. Əhalisinin böyük hissəsi Azərbaycanlılardır. Təxminən 98,7%. Əlverişli təbii coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir. İkinci yerdə Samux rayonu gəlir. Samux rayonu Azərbaycanın Gəncə Qazax iqtisadi bölgəsində yerləşir və Orta Kür iqtisadi rayonuna daxildir. Bölgə əsasən düzənlik ərazi üzrə yayılıb. Bölgə Gürcüstanla sərhəddir. Əhali sayı 60 min nəfərdir. Bir şəhər, 5 qəsəbə və 29 kənddən ibarətdir. Bu siyahıda ən diqqət çəkən rayonlardan biridir. Cəmi bir məscid var. Amma Samux nisbətən yeni formalaşmış rayon kimi inzibati dəyişikliklərdən keçib. Burada əhali kəndlər üzrə bölünüb və bəzi ibadət yerləri rəsmi statistikalarda ayrıca qeydə alınmağa başlayıb. Əhalisinin böyük hissəsi təxminən 97-98%-dən çoxu Azərbaycanlılardan ibarətdir. Kiçik sayda rus, türk və kürd icmaları da mövcuddur. Və birinci yer, Azərbaycanda ən az məscid olan rayon Daşkəsən rayonudur. Bu rayonda cəmi bir məscid var. Əhalisi 40 min nəfərə yaxındır. Dağlıq, sənaye yönümlü rayondur. Əhali az və dağınıqdır. Sovet dövründə mədənçilik əsas fəaliyyət sahəsi olub və dini institutlar ikinci planda qalıb. Bir məscid göstərici olaraq ən aşağı rəqəmdir, amma bu bölgənin dini kimliyini müəyyən etmir. Bir şəhər, 6 şəhər tipli qəsəbə və 42 kənd yaşayış məntəqəsi var. Azərbaycanın şimal-qərbində Şeyx Qafqaz dağlarının ətəklərində yerləşir. Əhalisinin böyük əksəriyyəti Azərbaycanlılardan ibarətdir. Onu da qeyd edək ki, ümumilikdə ölkə üzrə məscid sayı dini fəallığın yeganə göstəricisi deyil. Bəs ən çox məscid olan rayonlarımız hansılardır? Bu haqda da videonun rəy bölümündə qeyd edin. Növbəti videomda ən çox məscid olan rayonlarla bağlı araşdırma paylaşım. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.